Həyatımızda elə hadisələr olur ki, orada hüquqi yardıma ehtiyacımız olur və burada işin maraqlı tərəfi odur ki, sən qısa zamanda məlumat əldə etmək istəyirsən ki, görün bu düzdür yoxsa səhv. Hüquq AI Azərbaycanın ilk süni intellekt əsaslı hüquq platforması. Bu platforma əsasən hüquqşünaslar və vəkillər, eləcə də sıravi vətəndaşlar üçün nəzərdə tutulub. İstənilən insan istifadə edə bilər. Məsələn, mən şirkətlərlə müqavilə bağlayıram, həmin müqaviləni götürüb sistemin içərisinə əlavə edirəm və orada mənə müsbət ya mənfi hansı təsirlər var, ziyanlı tərəflər və digər xırdalığına qədər hər şeyi deyir. Niyə bu xırdalığına qədər deyim, indi izah edirəm. Burada chat sistemi var, hansı ki Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sənə orada cavablar verir. İstənilən sualı yazırsan, o səni sürətli şəkildə cavablandırır. İkincisi, avtomatlaşdırılmış sənəd yaradıcısı var. İstədiyin məlumat oraya yazırsan, sistem sən o sənədi saniyələr içərisində hazırlayıb təqdim eləyir. Üçüncüsü, hüquqi sənədlərin analizi, bayaq dedim, çox yaxşı analiz eləyir. Dördüncüsü, dövlət rüsumlarının hesablanması. Bu da önəmli detaldır. Məhkəməyə müraciət eləyərkən ödəyəcəyin dövlət rüsumunu orada avtomatik şəkildə hesablaya bilirsən. Beşinci ən yaxşı funksiyalarından biri də davamlı yenilənən baza sisteminin olmasıdır ki, hər gün yenilənmə gedir və bu da gündən-günə sistemi təkmilləşdirir. Və son olaraq burada istifadəçi paneli var, ödənişli və ödənişsiz formaları var. Bunların hamısını sizə bir-bir göstərəcəyik. Amma sizdən xahişimiz, Hüquq AI platformasına daxil olun, özünüz yoxlayın, baxın görün nə var, nə yox. Digər xırda detalları hansı ki həyatınızda sözün əsl mənasında dəyişikliklər eləyə bilər. Bax bunların hamısını hissə-hissə səhifəmizdə paylaşacağıq. Bizi də izləməyi unutmayın.